Salam aleykum dəyərli izləyicilər. Teymur Əliyevdə möhtəşəm bir villa satışa təqdim olunur. 4 mərtəbəli, ümumi sahəsi 900 kvadrat. Möhtəşəm bir tikilidir, yeni təmirdən çıxıb, təmirdən sonra da yaşayış olmayıb. Gəlin keçək, daxili ilə sizi tanış edeyim. Bu ərazidə villalar çoxdur. Deyərəm ki, bunun kimisi bəlkə də 3-4 dənədir. Yəni təmiz özü üçün tikilmiş bir villadır. Çox möhtəşəm bir tikilidir. Qarajı var, hovuzu var, parnoyu var, 4 mərtəbədən ibarətdir. Ümumi 12 otağa yaxın otaqları var, tam əşyalıdır və əşyaları da hamısı qiymətə daxildir. Gəlin elə birinci mərtəbədə olan hovuzundan başlayaq. Halbuki burada isti hovuzdur, həm jacuzzi, həm də hovuz kimi istilik 60 dərəcəyə qədər yüksəlir. Tavanlar hamısı dartma tavan, burada yerləşir. Parnoydan da heç demək olar bu hovuzdan da istifadə olunmuyor. Burada böyük parnoyu. Əlavə olaraq burada sanitar qovşağı. Arxa tərəfdə burada gördüyünüz kimi oturmağa yeri və bu hissədə də masaj otaqlarıdır. Və bu otaqların hamısı masaj otağıdır. Burada da əlavə tujlar var. 2 tuj burada sanitar qovşağı, yer istipol. Tam şəraitli bir villadır. Yüksək səviyyədə təmir olunub. Burada istifadə olunan bütün materiallar hamısı Avropadan, xarici ölkələrdən sifarişlə gəlib. Gəlin keçək sizə qaraj hissəsini göstərim. Həyətyanı sahəsində belə oturma yeri var. Qarajı 2 hissədən ibarətdir. Belə açıq qarajı var. Həmən küçəyə avtomatik açılan qapılarıdır. Hər iki qapı avtomatik açılır. Buradan daxil olursunuz. Bir də qapalı qarajı var. Qapalı qarajında sağ tərəfi böyük şkaflardır. Maşının yağlarıdır, təkərləridir. Nə istəsəz qoymağa böyük yeri var. Ambar kimi yeridir. Gəlin, indi isə keçək sizə manqalnisini göstərim. Qazanxanasını göstərəcəm. Generator olan hissəsini göstərəcəm. Həyətdə də əlavə bir sanitar qovşağı var sol tərəfdə. Oranı göstərmirəm sizə. Burada generatorudur. 24 saat sizi işıqla təmin edə bilər. Burada qazanxanasıdır. Həm su bakıdır, həm isti suyu daimi saxlamaq üçün yerdir. Burada çöldə həyətdə bir soyuducudur. Gəlin, buradan keçək sizə manqalini göstərim. Burada həm manqalxanasıdır, burada təndiridir, qazıdır. Buradakı gördüyünüz motorlar da hamısı jacuzzinin motorlarıdır. Parnoyun, jacuzzinin motorları burada yerləşir. Gəlin, indi isə keçək, daxili ilə sizi tanış edeyim. Əziz izləyicilər, birinci mərtəbə ilə gəlin sizi tanış edeyim. Əsas giriş hissəsidir. Girən kimi sol tərəfdə böyük qardırob hissəsidir. Bura liftin yeridir. Hal-hazırda lift quraşdırılmayıb. O danışıqdan asılı olacaq. 4 mərtəbəli liftin şəkilləri də var. Sifariş vermək istəyib sahibi. Sadəcə olaraq burada yaşamadığına görə, satdığına görə sifarişi saxlayıbdır. Kim istəsə o lifti sifariş edib qoydura bilər. Yerlər istipol, ən bahalı keramogranitdir. Pilləkənə baxın. Pilləkən çox keyfiyyətli. Elə bir fil sümüyündən yığılıb. Qalxaq sizə 2-ci mərtəbədə olan qonaq otağını görsədim. 3-cü mərtəbədə yalnız yataq otaqlarıdır. 4-dəki mansard. Bütün otaqlarda kondisioner sistemi var. Pollar təmiz parketdir. İtalyanski parketlərdir. Qapılar hamısı deməyə ehtiyac yoxdur. Çox keyfiyyətli, içi dolu qapılar. Buradan daxil olan kimi oturma hissəsidir. Bunun qarşısı mətbəx olduğuna görə, yəni qonaqlarınız da burada oturub yeməyinizi yeyə bilərsiniz. Bu pərdələr hamısı avtomatik açılır. Bütün otaqlarda belə pərdələr var. Hamısı da avtomatik pultla açılır. Gəlin, buradan keçək sizə. Domofondur. Kondisioner Mitsubishi bütün otaqlarda var. Burada geniş, rahat olan mətbəxidir. Mətbəxdə də eyni qaydada. Bütün pərdələr hamısı avtomatik açılır. Burada kofe aparatıdır. Qaz petçidir. Sonra burada qab yuyanıdır. Heç bir istifadə olunmur. 2 qapılı soyuducu. Altında da buzluğu var. Burada əlavə olaraq şkaflar yığılıb. Gəlin keçək əsas qonaq otağına. Qonaq otağının sahəsi genişdir, hündürlüyü 4 metrə yaxındır. Orada kamin quraşdırılıb. Buralarda hamısı şkaflardır. Kitablarınızı, suvenirlərinizi qoymaq üçün yerlər. Bu otaq sırf ayrılıb evin xadimətçisi üçün. Orada moykası, çamaşırı, burada qardirobu, burada gördüyünüz divarlardakı hamısı şulkalardır.
Bunları belə açırsız, dartsız paltarları rahat qurutmaq üçün. Burada yenə də qardırob, yer istipol. Bunlar hamısı kollektorin üstlərini səliqəli şəkildə bağlayıblar. İkinci mərtəbənin ümumi hamam otağıdır. İkinci mərtəbədə əlavə bir yataq otağı var. Bu yataq otağının da gördüyünüz kimi sahəsi genişdir. Daxilində hamamı var. Bütün yataq otaqların daxilində hamamı var. Hamamların da hamısının daxilində vannası var. İndi isə qalxaq 3-cü mərtəbəyə. Artıq 3-cü mərtəbədəyik. 3-cü mərtəbədə yalnız yataq otaqlarıdır. Gəlin bir-bir hamısını sizə göstərim. Otaqların təxminən ümumi sahəni deyirəm, 12 otağa yaxındır. Yataq otaqların hamısının daxilində eyvanı da var, hamam otağı da var. Yataq dəstləri var, şkafları, mebellər, hamısı keyfiyyətlidir. 3-cü mərtəbənin də özünün addelini, kondisioner xəttləri var. 3-cü mərtəbədə bütün yataqlarda həm hamam otağı var, həm də koridorda var. Yəni, bura ümumidir. Və bir də bütün yataq otaqların daxilində var. Burada bir yataq otağıdır. Daxilində yenə hamamı. Gəlin, digər yataq otaqlarını görsədim. Bura növbəti bir yataq otağıdır. Standart yataq otaqlarıdır. Hamısının daxilində də dediyim kimi hamam otağıdır. Gəlin, sizə digər otaqları da göstərək. Burada uşaq otağıdır. Allah bütün balaları saxlasın, olmayanlara da nəsib olsun. Buradakı əşyalar ev sahibi heç nə götürmür. Nə var? Hamısı qalacaq. Burada bir hamam otağıdır. Və gəlin sonunda sizə əsas yataq otağını göstərdim. Bu yataq otağına daxil olan kimi burada da eyni qaydada sizə pərdələri göstərim. Pərdələr burada görürsünüz iki şəkildədir. Həm sağdan sola yığır, həm də yuxarıdan aşağı tamamilə qarşısını bağlayır ki, həm gün düşməsin, həm də gecə vaxtı otaqların daxili görsənməsin. Bu yataq otağının daxilində iki qardırob var. Birinci bəylər üçün və ikinci də xanımlar üçün. İndi isə qalxaq sizə mansartı da göstərim. Gəlin, indi isə sizə sonuncu mərtəbəsi olan mansartı göstərim. Evin sahəsi böyük olduğuna görə videonun da dəqiqələri biraz böyük çıxır. Səbirlə izləyən, yəqin ki, real müştəri olanda səbirlə videoya axıra qədər baxır. Mansart sahəsi də çox möhtəşəmdir. Gördüyünüz bu kabinet mənə bir film var, oradakı kabineti bənzədir. Həm kabinet kimi, həm də mansart kimi 2 dənə də əlavə yataq otağı var. Yataq otaqların daxilində hamamı var. Burada gördüyünüz kimi də əşyalıdır. Kondisioner, 3-4 dənə kondisioner quraşdırılıb. Divarlar hamısı bahalı mərmərlə işlənib. Bunlar hamısı mərmərdir. Gördüyünüz bunlar mərmərdir hamısı. Gəlin yataq otaqlarını da göstərim. 2 yataq otağı var. Hər 2 yataq otağının da daxilində sanitar qovşağı var. Gedək digər yataq otağını da sizlərə göstərim. Burada da bir yataq otağı. Digər yataq otağından fərqli olaraq bura böyükdür. Digər yataq otağından böyükdür. Torpaq sahəsi 2.5 sotdur, 2 sot yarımdır. Əlavə olaraq yanında boş torpaq var. 5 sota yaxın oranı da alma ehtimalı var. Dəyərli izləyicilər, qiymət və bütün məlumatları yazmışam. Barter də eləmək olar. Barter təkliflərinizi deyərsiniz. Sağ olun, var olun.